heç nə edə bilmirlər. Çox istedadlı. Görünüşünü satmalı. Birinci seçdiyim musiqi o deyil. Səs var, faktura yoxdur. 5 oktava səs var, şirinliyə baxır. Mən star ola bilərəm. Sənətdən pul qazananlarla qazanmayanlar arasındakı fərq bəzən təkcə istedadda deyil, görünməyən amma güclü təsiri olan amillərdə gizlənir. Bu barədə danışan Kərim sənət dünyasında ulduz kimi doğulmağın, yəni star doğulmağın vacibliyini xüsusi olaraq vurğuladı. Onun fikrincə bəzən nə qədər çalışsan da səhnəyə yaraşmaq, kameranı doldurmaq, auditoriyanı cəlb etmək kimi keyfiyyətlər doğuşdan gəlir. Bu gün yetəri qədər öz sənətindən pul qazanan sənətkarlar varmı? Çoxdur. Ümumiyyətlə bəs qazanmayanlar çox azdır, yoxsa necə? Qazanmayanlar azdır, amma var, aya var. Var. Bu nəyə əsasən, yəni belə deyək, necə oldu ki, yəni bu qərara gəldiniz və bu fikri söylədiniz? Yəni çox maraqlı gəldi. Faktda kör gördü. Bilirsiniz nə qədər konservatoriyanı bitirən müğənnilər var. Konservatoriyanın incə sənəti hər il bitirən müğənnilər, sənətçilər var. Başa düşürsünüz, onlar heç nə edə bilmirlər. Çox istedadlılar, çox istedadlılar, amma heç nə edə bilmirlər. Bununla yanaşı o fakturanın, yəni bir sənətkarın zahiri görkəminin, duruşunun, səhnəyə uyğunluğunun da çox mühüm olduğunu qeyd etdi. Hər kəs kamera üçün doğulmur. Hər kəsin görüntüsü və varlığı ekran və ya səhnə üçün əlverişli deyil. Faktura bir növ sənətçinin vizual pasportudur. Bu olmadan istedad belə bəzən itib gedir. Deməli, məsələ istedad deyil, məsələ şans deməkdir, yoxsa nədir? Yəni bu xüsusilik nədir ki, yəni tanınmaq nə demək, necə olsa tanınsın? Şarm olmalıdır səndə. Səsin, rəngi, seçdiyin musiqi. Əsas birinci gəlin müğənni satanda birinci özünü, xarici görünüşünü satmalı, birinci növbədə. Əgər sən xarici görünüşün yaxşı deyilsə, yəni birinci faktor olaraq, sonra sənin səsin gəlir ortaya. Faktura birinci növbədə olmalı. Faktura yerindədirsə, səs yerindədirsə, seçilən musiqilər yerindədirsə, onda uğurlar çox olur. Bir də görürsünüz, səs var, faktura yoxdur. Faktura var, səs yoxdur. Seçdiyi musiqi o deyil, janr o düzgün deyil. Olur, elə çoxdur və elə bizim müğənnilərimiz var ki, çox dəhşət musiqiçilər, çox gözəl musiqiçilər, amma heç nə edə bilmirlər, heç nə edə bilmirlər, çox əziyyət çəkir. Kərim həmçinin səsin olmaması məsələsinə də toxundu. Yəni təkcə vokal və ya texniki bacarıqlar deyil, sənətkarı parladan bir enerji, bir auradır ki, bu hər kəsdə olmur. Buna görə də tək istedadın kifayət etmədiyini, işin içində mütləq şəkildə şansın da rolu olduğunu bildirdi. Bəzən doğru zamanda, doğru yerdə olmaq, doğru insanla qarşılaşmaq sənət yolunu dəyişdirə bilər. Bir var uğur şansla sən doğulursan və o səsindəki o 5 diapazon, 3 diapazon fərq eləmir. O boyda səsindən də vurub partladırsan. O boyda səsindən vurub partladırsan. İnsan da var 5 oktava səs var, heç nə edə bilmir. Başa düşürsən, fərqlər çoxdur. Sonda Kərim vurğuladı ki, sənətdə uğur qazanmaq çox şaxəli bir prosesdir. Talant, şans, faktura və enerji bunların hamısı birləşməlidir ki, sənətkar parlasın və sənətdən dolana bilsin. Səsin üstünə atmayaq, seçilən musiqiyə də ataq, fakturaya da ataq, gözəlliyə baxaq, şirinliyə baxaq. Bunlar hamısı şərtdir. Oxumaqda ki, mən oxuyuramsa deməli mən star ola bilərəm. Yox. O deyil. Şans, uğur doğulmalısan, sən star doğulmalısan. Bəli. Doğulmalısan. Artıq o baxma fakturaya və səsə baxma. Bəli, sən star doğulmalısan.